Gələcək komandaya gələcək. Gelecek inşallah açıklamadan hele bir 2 gün biraz boyunda gözlüydük. Mutlaka can vereceğiz. Şükürler olacak, gelenlere de olacak. Önceki insanların bazında daha bizim doğru cevap vermeye, çünkü bazı bizden asıl olmayan şeyler de var, nasıl ki hem gitmesinde hem gelmesinde. Ama yani iş gelir, haberler olacak, inşallah sayfamız vasıtasıyla açılacak. Konkret olaraq sual versək, Zəkəriyyə Sabonun transferi gündəmdədir, Yurgordan təsdiq edib. Bir də Ramil Şehdəyevin gedəcəyi ilə bağlı xəbər var. Bir də bayaq dedim, Elvin Cəfərquluyev, məsələn, yekun qərar verilmi? Elvinlə bağlı belə transferlə danışıqlara hamıya açılır. Klublara, hatta bizim oyuncumuzdur, hələ ki bizim müqaviləsi var. Yani transfer meselesi alınmasa, başkanlarından böyle deklarada gelirmese, növbəti kararı sonra verəcəyik. Təmizləyici heyət olması və ya da sıxılında olması. Ama yani rahatlık vermişdi, başkanlardan qarşılarına var. Sonra Ramil Şehdəyevlə bağlı sabaha yəqin ki, qərar verəcəyik. Özünü danışacağıq, sonra verəcəyik. Zəkəriyyə Sabo transferi var. Çok müsbət danışmaq gedir. Daha çok razı ediyoruz. İnşallah ancak o da alınma ihtimali daha çok